Elgün Zavadov Dövlət Turizm Agentliyinin şöbə müdürü. Bu gün Dövlət Turizm Agentliyi tərəfindən Sağlamlıq Turizm Konfransı 2025 Rifah və Tibbi Turizmin Gələcək İstiqamətləri adlı beynəlxalq konfrans baş tutur. Bildiyiniz kimi sağlamlıq turizmi ölkəmizin ən önəmli turizm növlərindən biri kimi Dövlət Turizm Agentliyi tərəfindən əsas prioritet istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Sağlamlıq turizmi dedikdə biz rifah turizmini və tibbi turizmini hər ikisini birgə nəzərdə tuturuq. Rifah turizmi daha çox insanların öz sağlamlığını bərpa etməsi, tibbi turizm isə xəstəliklərin müalicəsini öz əks etdirir. Agentlik olaraq bizim əsas məqsədimiz ölkəmizin bu güclü bir resurslarını dünya səviyyəsində tanıtmaq, eyni zamanda regional rəqabət qabiliyyətli sağlamlıq turizm destinasiyasını formalaşdırmaqdır. Bu gün artıq Azərbaycanda kifayət qədər nüfuzlu və tibbi xidmətlər təşkil edən klinikalarımız, xəstəxanalarımız vardır ki, artıq onlar xarici pasientləri qəbul etmə imkanları vardır. Lakin bu sahədə çox ciddi rəqabət qabiliyyətli olmaq tələb olunur. Çünki ölkədə digər ölkələrdə də bu tip xidmətlər var və biz çalışırıq ki, bizim özünə məxsus xidmətlərimizi dünyaya daha tez çatdıraq və bu xidmətlərimizi genişləndirək.